sizlərlə bərabər 29 Mart OTK 9-cu sinif buraxılış sınavına düşmüş ingiliscə suallarının izahına baxacağıq. İlk öncə qrammatika suallarına başlayaq. Birinci mövzu passive voice-dir. Passive voice-də bilirik ki, ilk öncə burada böyüdükcə keyfiyyəti azalır deyə uzaqdan işləməyə çalışacağam. İlk öncə xəbəri tapırıq, review. Review'dan sonra gələnimiz, yəni the reports bizim tamamlığımızdır. Tamamlıq cümlənin əvvəlinə gəlir. Bütün variantlar bununla başlayıb. Reviewed, görürsünüz, keçmişdədir. Keçmişdə isə have-lə olmaz, bu bitmişdir. To be-dən sonra demişdim, being gəlməz, are indiki zamandadır. Eyni şəkildə A-da da to be-dən sonra being gəlməz. Ona görə doğru cavabımız D variantı olacaq. 57-də preposition based on olacaq. On olanda elə bir dənə variantımız qalır. C variantı based on. Deyir ki, bu macəra storisi, hekayəsi sirli torpağa əsaslanıb. Hansı ki, bu torpaq da filled with, yəni danışan heyvanlarla doludur. Filled with olacaq. Doğru cavab C variantı. Daha sonra 58-də definition sualıdır. Deyir ki, very difficult to believe, inanmağa çox çətin, yəni qeyri-adi bir şeydir. Bu da ki, incredible olacaq. Qeyri-adi, yəni inanmağa çətin gələn bir şey. Quite səssiz, light, məmnun, freezing donmuş, yəni single isə sadə mənasına gəlir. Doğru cavab D variantı. Daha sonra 59-da choose the correct sentence. Bu şərti görəndə bilin ki, sizdən zaman uzlaşmasını istəyir. İlk öncə learning, verb ing ilə əgər cümləm başlayırsa, deməli 190% xəbərimiz təkdə olacaq. Xəbər təkdə olanda biz bilirik ki, indiki zamanda təkdə işləndikdə feilin sonuna s gəlir, demands. Bu deməli doğrudur, 1. Sonra 2 dənə isim gəlib. Ortasında of var. Hara baxacaqsınız? Əvvələ baxacaqsınız. Guest, qonaqlar, konfransın qonaqları. Konfransdan söhbət getmir. Konfransın qonaqlarından söhbət gedir. Qonaqlar cəmdə deyə həz olmaz. 2 getdi. All books in my room. Yenə in gəlib, preposition gəlib. Yenə əvvələ baxırsınız. All books, otağımdan söhbət getmir. Otağımdakı kitablardan söhbət gedir. Cəmdə də was olmaz. 3 getdi. There are several types of flowers. Yenə gül və tərəvəz növlərindən söhbət gedir. Növlərindən söhbət gedir. Görürsünüz, cəmdədir. Cəmdəsi are olmağı, arın gəlməyi uzlaşmaya görə doğrudur. A plastic bag with vegetables. Plastic bag, yenə görürsünüz, with. Bu da prepositiondur. Preposition'a əvvələ baxırıq. Plastic, a plastic, bir dənə plastikdən söhbət gedir. Ona görə was təklə uzlaşır. Doğru cavabımız nə olacaq? 1, 4, 5, yəni B variantı. Daha sonra definition sualı uzlaşdıracaq. Industry. Industry, ümid edirəm görünür. Mən buradan rahatlıqla yəni görə bilirəm. Oxunmasa da ki, indi səsli deyirəm də. Industry, sənaye, habit, vərdiş, disease, xəstəlik. Xəstəlik, illness, B variantı uzlaşacaq. Daha sonra production of goods, mal əmtəni, yəni istehsalı, bu sənayeyə aid olacaq. 1-ə C, 1-ə C, daha sonra isə habit, yaşayış, daha doğrusu vərdiş, habitat yaşayışdır, habit vərdiş. Bu da ki, sənin tez-tez davamlı olaraq etdiyin şeylər, yəni vərdiş. C, A və B, C, A, B, doğru cavab E variantı. Daha sonra yenə deyir, altına xətt çəkilmiş sözün close meaning, yəni yaxın mənasını istəyir. Damage, yəni zədələnmiş, broken and destroyed, yəni dağılmış, zədələnmiş. 1, 4, B variantı. Change, dəyişdirilmişdir. Repaired, bərpa edilmişdir. Yəni repair, broken'ın əks mənasıdır. Yəni biri var dağıtmaq, biri var bərpa eləmək. Doğru cavab B variantı oldu. Daha sonra 62-də tense form, zaman formasını istəyir. Deməli, while gördüksə, bilir ki, while keçmiş davam etdiyini uzlaşdırır. Elə cavablara baxanda was is keçmiş indiki uzlaşmaz, was sleeps keçmiş indiki uzlaşmaz, am slept yenə keçmiş indiki, gələcəklə indiki sadə. Amma while az öncə nə dedim, keçmiş davam edicini uzlaşdırır, doğru cavabım Y variantı olacaq. Yəni normalda will-lə indiki sadə ilə indiki sadə indiki zamanla gələcək
sadə uzlaşar. Amma while varsa, while bunu tələb eləmir deyə D variantını çıxırıq. Daha sonra 63-də quantifiers, burada friends gördük, and spend time gördük. Friend birlik sayılan cəmdir. A little işlənməz, a lot feillə işlənər, a lot of olardı. Deməli, elə 1-4 cavab olaraq qalır. Sayılan cəmlə many, a lot of işlənəcək. Time isə sayılmır, a lot of işlənər. Matchda işlənir, yəni sayılmayanlarla işlənir. Doğru cavab B variantı. Daha sonra burada deyir doğru cavabı seçin. Görürsünüz ki, bir neçə feil var, amma bu zaman deyil. Bu zaman formasıdır. Forms of verb kimi şərtdə veriləcək imtahanda. Forms of verb görürsünüz, yəni feil forması. Cümlədə want-u gördünüz. Want 3-cü qrup feillərə aiddir. Complex object mövzusuna aiddir. 3-cü qrup feillər özündən sonra to tələb edir. To tidy up. Doğru cavab Y variantı olacaq. 65-də compound noun, yəni mürəkkəb ismi istəyir. Darkness, yəni bir isim aid deyilsə mürəkkəb, yəni mürəkkəb deyilsə çıxacaq variantlardan A-nı çıxdıq. Gardener, bu da şəkilçidir. Yəni 2 dənə söz yoxdur. Achievement, destination, yəni uzun görünməyinə baxmayın, 2 söz yoxdursa, yəni mürəkkəb olmayacaq. Homework, bedroom, rainbow. Doğru cavab Y variantı. Daha sonra pronoun əvəzlik bölməsinə aid bir sualdır. Deyir ki, I was drinking, mən içirəm. Mən nəyi içəcəm? Öz səhər çayımı içəcəm də. Mən my olacaq, her olmaz, hers olmaz. 2 cavab arasında qalmışıq, C və D. Daha sonra mən deyir çayımı içirdim. Nə zaman çayımı içirdim? When my sister entered the room. Deyir, mənim bacım otağa daxil olanda mən çayımı içirdim. My. Otağa nə ilə daxil olurdu? Onun iti ilə. Mənim bacım her'dü, her dog. Onun iti ilə daxil olanda. Burada isə mine gəlir. Mine isimsiz işlənən yerli əvəzli idi. İsimsiz isə özündən sonra dog və yaxud da sister gəlməz. C variantı yanlışdır. Daha sonra 67-də burada zən gördük. Zən nəyin göstəricisidir? Zən müqayisə dərəcəsinin göstəricisidir. Match olmaz. Matchdan sonra müqayisə gələrdi. Most üstünlükdür. Mostun əvvəlində də Z işlənərdi. The most beautiful olardı. Much more beautiful. Yəni birinci tərəfə görə B və C variantına çıxdıq. Daha sonra ikinci tərəfə baxırıq. In the world. In the world görürsə, deyir ki, bütün dünyada. Bütün dünyada deyirsə, burada üstünlük dərəcəsini götürəcəyik. Most beautiful olmaz. D most olardı. Most beautiful olmaz. Doğru cavabımız D variantı olacaq. Deyir ki, şəhər hara ki mən yaşadığım, mənim doğulduğum şəhərdən daha, gördünüz, daha gözəl idi. Bu müqayisədir. İkinci tərəfdə nə deyir? Deyir, it is, mənə görə dünyada ən gözəl şəhərdir. Ən gözəl üstünlük dərəcəsidir. The most beautiful. Doğru cavab D variantı. Daha sonra 68-də sinonim cütünü istəyir. Big, enormous. Enormous bu doğrudur. Böyük, nəhəng. Angry, satisfied. Angry, əsəbi. Satisfied, razı. Amazing, boring, əyləncəli, cansıxıcı. Bunlar antonimdir. Tired, exhausted, tükənmiş. Bunlar isə sinonimdir. Doğru cavab 1-4. Daha sonra kiçik tekstlərlə davam edirik. Burada nə deyir? 69-da ilk öncə kitab deyir ki, bizim elan var burada. Kitab nəşri haqqdadır. Deyir ki, bu kitab nəşri gənc lokal yazıçılar tərəfindən yazılır. Maraqlı hekayələr var, dostluq və macəra haqqında 200 səhifədən ibarətdir. Beautiful pictures içərisində deyir qəşəng şəkillər var. Qiyməti isə $15. İndi deyir əlçatandır mağazalarda və onlayn. Bizə deyir qoşularaq Saturday deməli siz deyir imzasını, müəllifin imzasını deyir ala bilərsiniz saat 3-də. Deməli burada birinci bizdən doğru cavabı istəyir.
The author of the book is foreign writer known for his exciting works. Bu yanlışdır. Foreign writer belə bir fikir bizə verilməyib ki, xarici yazıçıdır. Deyir ki, is available not only in the bookstore but also online. Bu doğrudur. Deyir ki, həm bookstore kitab mağazalarında, həm də online mövcuddur. Bu deyir balaca kitab deməli. Bu kitab sərgisi də belə deyim. Has already taken place in bookstore. Deyir kitab belə deyim mağazalarında keçirilir. Xeyr. Bu elə bir məlumat yox idi. Sadəcə satışı isə, yəni harda əl çatan olması ilə bağlı onlayn və kitab mağazalarında olduğunu deyirdi. Daha sonra will be closed deyir bağlı olacaq. Xeyr. Orada deyir ki, bizə saat 3-də qoşula bilərsən. Yəni bağlı deyil. 2-3 səhifədən ibarətdir. Doesn't include illustrations. Deyir şəkillər aid deyildi. Xeyr deyir. İçərisində şəkillər də var. Doğru cavab B variantı. Daha sonra yenə bir məktubdur müştərilərə. Deyir həftə sonu bizim marketdə big sale, böyük endirim var. Meyvələr və tərəvəzlər 20% discount endirimdə olacaq. Həmçinin you can also buy snacks and drinks at lower prices. Deyir daha ucuz qiymətlə ala bilərsən. The sale starts on Friday and ends Sunday. Deyir 5-ci gün başlayıb bazar günü bitir. A big sale for drinks will start next weekend. Bizə deyir ki, gələn həftə başlayacaq. Xeyr. Bizə nə deyirdi? Friday and 5-ci gündür. Yəni cümə günü başlayıb bazar günü bitəcək. A variantı yanlışdır. Böyük satış belə deyim bir həftədən çox olacaq. Xeyr, bir həftədən çox deyil. Sadəcə 5-ci gündən bazar gününə qədər. Prices of all vegetables will decrease by more than 20%. Deyir 20%-dən çox tərəvəzlərə endirim olacaq. Xeyr, sadəcə deyirdi ki, 20%. 20%-dən çox demirdi. No sale is available for snacks. Deyir, snacklər üçün heç bir endirim yox idi. Xeyr, burada deyirdi axı at lower price. Sən deyir, snack və içkilər daha ucuz qiymətə ala bilərsən. Daha sonra supermarket offers a big sale from Friday till Sunday. Deyir, supermarket 5-ci gündən Sunday, bazar gününə kimi böyük endirimlər təklif eləyirdi. Bu doğrudur. Yəni burada sonuncu cümlədə verilmişdir. Doğru cavab Y variantı olacaq. Daha sonra rent announcement, yəni kirayə elanıdır bu da. Kirayə elanında nə deyir? Bu deyir mənzil 500 dollar olacaq hər ay üçün. No payment is needed advance. Deyir əvvəlcədən beforehand. Əvvəlcədən deyir ödəniş eləməyə ehtiyac yoxdur. Zəhmət olmasa hər ayın 5-ci gün, yəni hər ayın 5-ci günündən əvvəl ödəyin. Məsələn, həmin ayda ödəyin də, yəni aydan əvvəl ödəməyin. Əvvəlcədən ödənişə ehtiyac yoxdur. Sadəcə həmin ayın 5 günündən əvvəl ödəyin. Payment can be made online, yəni onlaynda kart üzərindən yəni ödəniş edə bilərsiniz. Deməli, Y variantında nə deyir? You need to pay more than deyir 500 dollardan çox ödəməyə ehtiyac var. Xeyr. Online ödəniş deyir is not acceptable. Xeyr. You can be deyir ki, ödəyə bilərsən. Not deyil axı, inkar deyil. Daha sonra sən deyir ödədikdən sonra you can rent an apartment after you pay. Deməli, sən deyir ödəyəndən sonra belə deyim kiralayırsan. You need to pay sən deyir 500 dolları ayın sonunda ödəməlisən. Xeyr, B yanlışdır. Aylıq ödəniş 500 dollardır hər apartman üçün. Bu isə doğrudur. C variantı niyə yanlışdır? Deyir ki, after you pay, sən deyir ödəniş elədikdən sonra qala bilərsən. Xeyr, sən deyir apartmanı belə deyim rent eləyirsən, kiralayırsan. Kiraladıqdan sonra yəni ayın ilk 5 günündə ödəniş eləməlisən. Yəni ödəniş eləyib belə deyim kiralamırsan. Qalırsan, amma ilk 5 gündə ödəməlisən. Doğru cavabımız A variantı olacaq. Daha sonra reading-ə gəldik. Reading əsas yerə çalışacağım ki, qeyd edeyim. Deyir, tourism plays an important role in Hawaii. Hawaii'də deyir, turizm mühüm rol oynayır.
Daha sonra Hawaii deyir, Birləşmiş ştatlarından biridir. Daha sonra deyir ada Pacific Ocean, Sakit Okeanda yerləşir. Əsasən deməli, əsas 8 adadan ibarətdir. Şəhərin bu deyir Honolulu'nun paytaxtıdır. Həmçinin Oahu adasında yerləşir. Çoxlu turistlər Hawaii'yə gəlir hər il. Niyə gəlirlər? Because of its warm weather and beautiful beaches. Onun isti havası və yaxşı sahillərinə görə gəlirlər. Turizm onlara deməli çoxlu iş verir. And helps economy. Bura diqqət edin. Bunlar deməli suallarda var. Ekonomiyaya, yəni iqtisadiyyatına əhəmiyyətlidir turizm. Waikiki Beach deyir, ən məşhur beachlərdən biridir. Həmçinin bunlar bura gələn visitorlar swimmingdən, surfingdən, sunbathingdən, yəni gün batımından, üzməkdən bunlardan zövq alırlar. Həmçinin burada park da var ki, digər məşhur yerdir. You can see active volcanoes. Sən deyir aktiv vulkanlar görə bilərsən. Mauna və Loa vulkanlarını və yeni faktlar öyrənə bilərsən təbiət haqqında. Daha sonra nə deyir? Pearl Harbor haqqında danışır. Hawaii'dəki deyir, bu historik yer idi. Hansı ki, sən World War II, sən 2-ci Dünya müharibəsi haqqında Pearl Harbor'dan, yəni oradakı yerdə sən 2-ci Dünya müharibəsi haqqında məlumat ala bilərsən, öyrənə bilərsən. Daha sonra nə deyir? Hawaii has a tropical climate. Deyir, tropik iqlimə malikdir. Temperature is between 24 and 30. Deyir, 24 və 30 degree arası olur və turistlər nə edə bilərlər? Hawaii'yə əsasən by plane. Əsasən təyyarə ilə səyahət edə bilərlər. Əsas airport isə Daniel Airport idi. Çoxlu insanlar Hawaiian culture-ından, mədəniyyətindən zövq alırlar. Onlar hula dancingini eləyə bilərlər. Həmçinin listen to traditional music, ənənəvi musiqilərə qulaq asa bilərlər. Hansı ki, bu musiqi və dans onların mədəniyyətlərinin mühüm hissəsi idi. Local dishes such as pork and fresh pineapple, ananasdır, onların məşhur yeməklərindən biridir. İlk öncə 72-ci suala nə deyir? Deyir ki, correct answer, suala cavab verməliyik. What is Hawaiian culture famous for? Nəyə görədir məşhur idi? Deməli, which make an important part deyir, ənənəvi musiqi və hula dansı deyir, onların mədəniyyətinin əhəmiyyətli hissəsi idi. Deməli, bu mədəniyyəti məşhur edən nə idi? Bu musiqi və hula dansı idi. Passage is mainly about Hawaii haqqında idi. Ümumi olaraq Hawaii yəni bölgəsindən söhbət gedirdi. Hansı ki, bu USA-in ştatlarından biri idi. Doğru cavab C variantı olacaq. One of the states of the USA. Deməli, burada deyir, Hawaii mədəniyyəti xeyr, sadəcə mədəniyyətdən söhbət getmir, sadəcə dansdan söhbət getmir. Airport bu sadəcə bir cümlədə var. Nə demişdim? Bir cümlədə olan fikri əsas fikir olaraq götürməyin. Ümumi mətn nədən bəhs edirsə, o da əsas fikir. Famous beaches in the world, xeyr, məşhur sahillərdən, belə deyim, çimərliklərdən söhbət getmirdi. Ümumi olaraq, yəni bundan danışılmır. 74-də nə deyir? Cümləni tamamla. Pearl Harbor is a place where people can learn about, baxın, bunu az öncə dair eləmişdim. World War II. Y variantı. Choose the false statement according to the passage. Pasaja görə yanlış fikri seç. Adanın tropikal havası və əla görkəmli, belə deyim, çimərliklər çoxlu turistə cəlb edir. Bu doğrudur. Bu deyir, Waikiki çimərliyi tanınır. Həmçinin insanlar, turistlər zövq alır nəydən? Üzməkdən, sörf eləməkdən. Bu doğrudur. Hawaii deyir, vulkanları has no any active volcano. Xeyr, az öncə nə dedim? Baxın burada. Active volcanoes. Here people can see active volcanoes such as Mauna and Loa. Burada deyir, aktiv volkanlar görə bilərlər. Deməli, aktiv volkan var. Bu deyir, amma has no. Xeyr, bu yanlışdır.
Hawaii with its main island deyir, əsas adası ilə Pacific Ocean-da yerləşir. Bu doğrudur. Birinci abzasda verilmişdir. Visitors can enjoy sunbathing on Hawaii's beautiful beach. İnsanlar deyir sunbathingdən, yəni oradakı çimərlikdə zövq ala bilərlər. Bu da doğru fikirdir. Yəni cavabı tapmışdıq. Cavab C variantında idi. İndi 76-da nə deyir? Deyir doğru fikri seçin. Bir də deyir ki, turistlər üstün tutur qayıqları. Xeyr, qayıq deyildi, plane deyirdi. Havaiyə gəlmək üçün by plane, yəni plane təyyarədən istifadə eləyərək gəlirdilər. Tourism has a negative impact. Xeyr, bu biraz məntiqsizdir axı. Yəni turizm əksinə ekonomiyaya daha belə deyim də müsbət təsir göstərər. Ona görə 2 yanlışdır. 3 4 doğru olacaq. Deməli, Havayda deyir temperatur 20 dərəcədən çoxdur, doğrudur. 24 və 30 arasıdır. Yəni 20-dən çoxdur. Tourism plays an important role. Bəli, onun deyirdi iqtisadiyyatında, ekonomisində. Baxın 2 yanlışdır, 4 doğrudur. Ekonomisində, iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Daha sonra bu isə listening suallardır. Bu qədər dəyərli izləyicilər, sağ olun, salamat qalın. Niyə dayanmadı?